ABŞ və İran arasında yenidən gərginlik yüksəlir. Donald Trump danışıqlardan danışır. Netanyahu isə açıq şəkildə hədələyir. Bu vəziyyət yeni savaşın xəbərçisidir, yoxsa diplomatik manevr? Gəlin birgə araşdıraq. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump şənbə günü ABŞ və İran arasında mümkün nüvə razılaşması ilə bağlı birbaşa danışıqların aparılacağını açıqlayıb. Bu açıqlama Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən dərhal sonra səsləndirilib. Lakin Netanyahu İrana qarşı açıq mesaj verərək nüvə obyektlərini vurmaqla hədələyir. Politoloq Zeynal Əmrəliyev məsələyə belə şərh verib. ABŞ prezidenti Trump görünür İrana hərbi müdaxiləyə maraqlı deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Trump seçki kampaniyasında müharibəyə qarşı olduğunu açıq bəyan edib. Onun dövründə ABŞ-ın yeni bir savaşın içinə girməsi həm daxili reytinqinə, həm də beynəlxalq mövqeyinə zərbə ola bilər. İkincisi, yaxın şərqdə yeni bir münaqişə başlayarsa, bu Ukrayna ilə bağlı qlobal diqqəti yayındıra bilər. Trump isə əsasən Ukraynanın mineral ehtiyatlarından pay almağa və Rusiya ilə iqtisadi əlaqələri gücləndirməyə fokuslanmaq niyyətindədir. Bu isə ona həm Çin, həm də Avropa Birliyi ilə rəqabətdə üstünlük qazandıra bilər. Əmrəliyevin sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi müdaxiləsindən Rusiya da narahatdır. Rəsmi Moskva bu məsələ ilə bağlı dəfələrlə vasitəçilik təşəbbüsü irəli sürüb. Digər tərəfdən, İsrail bu münaqişədə açıq maraqlı görünür. Lakin ABŞ daxilində bir çox siyasi dairələr bu müdaxilə ideyasına qarşı çıxır. Trump isə ölkə daxilində narazılıqları artırmaq istəmir. Buna görə də ABŞ prezidenti İranla mümkün savaşın qarşısını almaq üçün bütün diplomatik vasitələrə əl atacaq. Hər şey gələcək danışıqlardan və regionda baş verəcək növbəti addımlardan asılı olacaq. Sizcə Trump İrana qarşı əməliyyata gedəcəkmi? Fikirlərinizi şərhlərdə yazın və Sumqayıt TV kanalına abunə olun. Qarşıda sizi daha maraqlı və analitik videolar gözləyir.